Selamünaleyküm kardeş, ne dersiniz? Pampers tapmışam. Hər vaxtınız xeyir olsun dostlar. Bugün çox gözəl, möhtəşəm bir videodan qarşınızdayım. Deməli dostlar, qorxulu filmlərə reaksiya videomuzun ikinci bölümü ilə sizin qarşınızdayım. Birinci videoya dəhşət like gəldi. Yəni həqiqətən artıq Azərbaycanda belə like görməmişdim, belə izlənmə görməmişdim. Ona görə qərara gəldim ki, ikinci bölümünü çəkək arsız-arsız və hazırsınızsa keçək videomuzu izləməyə. Kanala abunə olub bildirimləri açmağı və videonu bəyənib yorum yazmağı unutmayın. Ya Allah, bismillah. Klon. Selamünaleyküm kardeş, ne dersiniz? Akşam vaktidir. Pampers tapmışam. Pampers'ı ne de öyle. Çok sağ ol bacı. Bacı sen kişisen. Sağ ol. Klon bildiğin. Neyse. Demeyeceğim kim olur. Vay bu ne geçen hamburger daha. Bu ne ile geçen ya? Oy, dişləməyə bax, dodaqları necə çəkirlər. Bu nədir? Kim bunun içinə piş-piş eləyib? Orada nə qayır? Bacın qurban mənə də ver. Deyəsən kimsə izləyir mənə, hə? Qoy çönüm baxım görüm arxaya. Heç kim yox, bax. Klasika. Neyse çönüm. Tezden yemeğim. Neyse yemeğim gelmedi. Tüpürüm böyle. Ne gayrımdır. Televizorda futboldan zaten koşum serial var. Yani bir içinde korku filmlerinde böyle korku şeylerine bakmadılar ki. Neyse oradan bir şey fışkıracak şimdi bak. Bəli. Görək nə olacaq. Bu qoşun nə üçün göynəyi var? Məndə də göynəkdən var idi. Odunçu göynək dillərdə onu. Səs gəlir. Lampuşka patlayacak bir dəqiqə. Aha. Kim var, kim yox? Qadın hanım, çıx, mənim başımı xarab eləmə. İmkan ver, oturaq evdə. O boyda evdə niyə də şey olmasın da, yəni işıq ancaq elə lampa yanır da yanır. O ne iptal o? Nasıl bir pox çıxacaq indi burada bax. Bu şeferi kim açıq qoyub? Görəm, aşağıdan belə tutub çəkir də aşağı. Bəli. Hiçbir şey yoktu. Her zamanki kimi. İndi düşəcək aşağı nəsə olacaq. Allah sənin bəlanı versin. Qardaş salam melek. Nə tərs? Allahım. Şuradan bakacaq, nə olacaq görəcək. Hamburgeri yeməməliydin. İt oğlu it, niyə yemirsən hamburgerimi? Mən sənə verdim ki, bunu saxlayasan. Dedim buradan bir yekə şişə polet işləyasan. Güzel oldu. Bak sana bunu verdim ki saxlayasan. Eşeğin bir eşeği. Mənim hamburgerimi niyə yemisən? Çıxardın deyə. Mədənəkilərini çıxar, tez ol. Soğaq. Çox dadlı, çox möhtəşəm bir hamburger idi. Dəhşətizm.
Neyse dostlar, bugün de bu kadar. Ümid edirəm ki, videonu bəyənmiş olarsınız. Kanalıma abunə olub bildirimləri açmağı və videonu bəyənib yorum yazmağı unutmayın. Belə bir yəni qorxulu bir videoyla qarşınızdaydım. İkinci bölümü çəkdim. Birinci video dediyim kimi dəhşət izləndi. Yəni həqiqətən də Azərbaycanda belə izlənmə görməmişdim. Yəni bir videoya bu qədər izlənmə gəlməsi mümkündürmü deyə düşünürdüm, amma gəlirmiş demək ki. Yəni böyük ehtimal məni görmürsən, məni takib eləmirsən. Allah canımı sağ eləsin, amma çox istəyirəm ki Azərbaycanda normal bir YouTuberlardan biri olum və hədəflərim var. Ona görə də sizdən sadəcə dəstək istəyirəm. Kanala abunə olub bildirimləri açmağı və videonu bəyənib yorum yazmağı unutmazsanız sevinərəm. Sağ olun, növbəti videolarda görüşmək üzrə.